Yer səthindən h bərabər 3 r yüksəklikdə cismə təsir edən ağırlıq qüvvəsi 20 Newtondur. Bu cismin kütləsini hesablayın. Ağırlıq qüvvəsi 3 r hündürlükdə neçə dəfə azalır? R plus h-ın kvadratı ilə tərs mütənasibdir. H-ın yerinə 3 r yazıram, kvadrata yüksəldirəm. Bu da mənə verir 16 r kvadratı. Deməli, cazibə qüvvəsi 16 dəfə azalıb 20 olub. Onda əvvəl neçə imiş? Əvvəl 320 Newton imiş ki, 16 dəfə azalıb 20 olur. H bərabər 3 r hündürlükdə üstünə 1 gəlib. Bu əmsalın üstünə 1 gəlib kvadrata yüksəldirsiniz. Çünki düsturumuz necədir? F bərabərdir J, M bölünsün R üstə gəl H-ın kvadratı. F yer səthində sadəcə r kvadratı ilə təyin olunurdu. İndi bunun qiyməti əgər 20-dirsə, deməli bunun qiyməti 320-dir. Onda cismin kütləsi nə qədər olacaq? mc 320-dirsə, j də 10-dursa, yer səthində 320 bölünsün 10, o da necə? 32 kiloqram.